Qadında asiklik qanama varsa, yəni adət vaxtından kənar qanama varsa, bu sosdur. 3 dənə sos. Nədir? Biz yoxlamalıyıq qadını. Diagnostik qaşıntı almalıyıq. Endometrial qatdan bir material götürüb, kültür götürüb onu verməliyik histologiya. Cavab çıxmalıdır ki, nədir mənşəsi? Ola bilər ki, adenomyoz qanamasıdır. Ola bilər hiperplaziya qanamasıdır. Hiperplaziyanın növləri var. Sadəsi var, kistoz vəziyyəti var. Xərçəngölü vəziyyət də var. Xərçəng olmayan sadəcə hormonlarla bağlı olan qanamalar da var. Ona görə biz mütləq şəkildə ilk işimiz olmalıdır. İçərdən bir material götürüb verməliyik histologiya. Bu şərtdir. Yəni ondan qaçınılmazdır. Ondan sonra qərarımızı verməliyik ki, bu qadının müalicəsi hansı yolla, yöntəmlə getməlidir. Bəzən cərrahi olur, polip falan varsa, bəzən də yəni müalicə ilə keçir gelir.